Salam, 10-cu siniflərə düşmüş olimpiada sualının izahına baxaq. Dağın ətəyində atmosfer təzyiqi 720 mm civə sütunudur. Dağın maksimal hündürlüyü dəniz səviyyəsindən 4400 metr yüksəklikdə yerləşir. Dağın zirvəsi ilə ətəyi arasındakı temperatur fərqini Farenheit şkalası ilə göstərməyimizi istəyir. Nəzərə alın ki, dəniz səviyyəsində təzyiq normaldır. Normal atmosfer təzyiqi bilirik ki, 760 mm civə sütunudur. Dağın ətəyində isə 720 mm-dir. Deməli, aradakı təzyiq fərqi 40-dır. Bilirik ki, 10 metrdə təzyiq 1 mm civə sütunu aşağı düşür. Bəs 40 mm civə sütunu aşağı düşməsi üçün bizə nə qədər hündürlük lazımdır? Buradan taparıq 400 metr. Deməli, hər hansısa bir dağdır. Dağın ətəyi dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşir. Dağın maksimal hündürlüyü isə dəniz səviyyəsindən 4400 metr yüksəklikdə yerləşir. Aradakı fərqi tapsaq, arada fərq 4000 metrdir. Hər 1000 metrdə temperatur 6 dərəcə Selsi aşağı düşür. 4000 metrdə isə nə qədər dəyişər? Buradan x-i tapsaq, sıfırlar getdi. 4 dəfə 6, 24 dərəcə Selsi. Deməli, arada fərq 24 dərəcə Selsi olar. Amma bizə Farenheitlə istədiyi üçün Farenheit düsturumuzu yadımıza salsaq, Selsi ilə verilən temperaturu 1.8-ə vururduq. Üzərinə isə 32-ni əlavə edirdik. İndi bizə Selsi 24 dərəcə verib, 24-ü 1.8-ə vurub, üzərinə 32-ni əlavə edərik. Bu da eləyər 75.2. Cavab D variantı.